Deməli, salam, hər vaxtınız xeyir, əziz izləyicilərim. Bunlar master-klass üçün hazırlanan belə bir əl işləridir. Mayalika sənəti, keramika mayalika sənətidir, nümunələridir. Təşəkkürlər Firuzə, dəyərli tələbəmlə topladıq, hazırladıq. Deməli, belə bir əl işləri var. İyunun 1-i Uşaqlar Günü, Beynəlxalq Uşaqlar Günü ilə əlaqədar, yəni özünüzün, ailənizin cənnət mələkləri olan uşaqlara hədiyyə olaraq belə bir şeylər alıb hədiyyə edə bilərsiniz. Həm ruhu sakitləşdirən, həm də əl işlərini, başlarını qatıb özlərini rahat və rahat hiss edərlər. Deməli, art terapiya ilə duyğularını daha aydın ifadə et. Bir uyum Uşaqlar Gününə məxsus özün rənglə və həzz al, zövq al. Belə bir master-klassımız olacaq inşallah. Poster hazırlayıb işlərimlə əlaqədar hazırlaya bilmədim. Olacaq Göyçay şəhər Əlkərim parkında 1 iyun saat 5-dən sonra olacaq və face artımız da var. Dəyərli şagirdlərimdən və özüm işlərində nəzarət olaraq gözəl, keyfiyyətli face art boyaları ilə zövqa uyğun face art işlənəcək. Kim istəsə evladını, nəvəsini, evinin dəyərli cənnət mələklərini götürüb gəlib face artı, yəni nə edə bilərlər? Uşaqlarını hədiyyə edə bilərlər. Göyçay şəhər Gənclər Göyçay şəhər Əlkərim parkında. Ünvan Göyçay şəhər Əlkərim parkı. Düzdür, sabah bugün 30-u, sabah 31 və biri günü artıq saat 4-5-dən axşama qədər, gecəyə qədər, yəni davam edəcək. Bunlar hazırlanmış məhsullardır, master-klasslar hazırlanmamış da var. Təxmini burada bir 50-yə yaxın bir master-klass var. Əlavədə bağlanmamış master-klasslar var. Onda yəni zövqə uyğun toplanacaq. Qiyməti də 3 AZ-dən 5 AZ-nə qədər. Buyurub siz də iştirak edə bilərsiniz. Hələlik, görüşərik. Face artımız daha möhtəşəm olacaq. Master-klass plus face art. Buyurun. Necədir? Bəyəndinizsə like edib və master-klassımızda face artda iştirak etməyə buyurun. Sizləri dəvət edirəm. Şəhərimizin və şəhərimizin qonaqlarını, şəhərimizin sakinləri və qonaqlarını.